6 oktyabr 2025-ci il tarixdə Bakı Heydər Əliyev hava limanından Moskva Jhukovski şəhərinə, aeroportuna eniş eləmişik. Deməli bizi Moskvaya keçmək üçün Tamojda Jhukovskaya hava limanında saxlayıblar, heç bir səbəb olmadan, heç bir kobud qayda pozuntusu etmədən qanunsuzca saxlayıblar, qaldırıblar 2-ci mərtəbəyə. Arxadan gördüyünüz qapını bağlayıblar. 4 tərəfdə kamera nəzarətidir. 3 nəfər Azərbaycanlı, mən daxil olmaqla 3 nəfər Azərbaycanlı var. Gördüyünüz bu şəraitsiz yerdə bizi aç, susuz saxlayırlar. Biz Azərbaycan dövlətimizdən kömək istəyirik. Bizi qanunsuz saxlayıblar burada. Öz dövlətimizə də geri qaytarılma eləmirlər.